Salam dostlar, bugün sizi Apple'ın yeni flagmanı olan iPhone 17 ailəsindən tanış eləmək istəyirəm. iPhone 17 Air, iPhone 17, 17 Pro və 17 Pro Max. Gəlin baxaq, Apple bizi bu dəfə nə ilə sevindirir? Gəlin əvvəlcə bu ailənin ən incə nümayəndəsi iPhone 17 Air-dən başlayaq. 5.6 mm naziklik və 165 qram çəkiyə sahib olan bu smartfon sözün əsl mənasında həm nazik, həm də çox yüngüldür. 6.5 düym ekran, ProMotion 120 Hz və Always On Display funksiyası ilə dəstəklənir. iPhone 17 Air-in daxilində gücləndirilmiş A19 Pro çipi mövcuddur. Yaddaş variantları isə 256 GB-dan 1 TB-a qədər artır. Vacib bir məqam. Bu smartfon fiziki sim dəstəkləmir. Yalnız eSIM ilə çalışır. Nazik gövdəsinə baxmayaraq bu smartfon 3200 mAh batariyaya sahibdir ki, gündəlik istifadədə 27 saata qədər video izləməsi mümkündür. Kamera sistemində isə bizi 48 megapikselli əsas və 18 megapikselli selfie kamerası gözləyir. iPhone 17 Air yüngüllük və dizayna önəm verənlər üçün ideal seçimdir. İndi isə gəlin keçək əsas qəhrəmana iPhone 17. Burada bizi 6.3 düymlük Super Retina XDR OLED ekran gözləyir. Burada da həmçinin 120 Hz ProMotion və Always On Display funksiyası mövcuddur. iPhone 17 A19 çipi ilə çalışır. Yaddaş 256 və 512 GB seçimlərlə təqdim olunur. Alüminium çərçivə və Ceramic Shield qoruması möhkəmliyi artırır. iPhone 17 3900 mAh batareya ilə təchiz olunub ki, bu da təqribən 30 saata qədər video izlənmə imkanı verir. İndi isə gəlin keçək kameralara. Kameralarda isə bizi 48 megapikselli əsas, 48 megapikselli ultra geniş və 18 megapikselli selfie kamerası gözləyir. iPhone 17 balanslı seçimdir. Burada performans və davamlılıq bir-birini ideal şəkildə tamamlayır. İndi isə gəlin keçək iPhone 17 Pro modelinə. Bu smartfon daha çox güc və funksionallıq istəyənlər üçün nəzərdə tutulub. Burada sizi 6.3 düymlük OLED ekran, HDR dəstəyi və refleksiya dəstəyi mövcuddur. A19 Pro çipi ilə çalışan bu smartfonun yaddaşı 256 GB-dan 1 TB-a qədər dəyişir. Əlavə olaraq Vapor Chamber soyutma sistemi uzun müddətli istifadədə sabit performans göstərir. Burada bizi 4200 mAh-lik batareya gözləyir ki, bu da 33 saata qədər video izləmə imkanı yaradır. Kamera sistemində isə bizi üçlü kamera gözləyir. 48 megapikselli əsas, 48 megapikselli ultra geniş və 8 qat zoomlu telefoto obyektiv. 18 megapikselli selfie kameranı da yaddan çıxartmadıq. iPhone 17 Pro həm güclü kamera, həm də güclü performans axtaranlar üçün ən uyğun seçimdir. Və nəhayət seriyanın ən güclüsü iPhone 17 Pro Max. Burada bizi seriyanın ən böyük ekranı 6.9 düymlük ekran gözləyir. Filmlər izləmək üçün, oyunlar oynamaq üçün ən güclü və ən uyğun ekran məhz budur. A19 Pro çipi ilə çalışan bu smartfonun yaddaş variantları 256 GB-dan 2 TB-a qədər dəyişir. 4800 mAh batariyaya sahib olan bu smartfon rekord göstəriciyə malikdir. 39 saata qədər video izlənməsi mümkündür. Kamera sistemi tetraprizm dizaynlı, telefoto ilə ən geniş zoom diapazonunu təqdim edir. Bu smartfon mobil foto və mobil video sevənlər üçün tam bir mini studiyadır. iPhone 17 Pro ən maksimal funksiyaları əldə etmək istəyənlər üçün ideal seçimdir. Bundan da savayı bu modellərdə USB-C, Wi-Fi 7 və Apple Intelligence süni intellekti funksiyaları da mövcuddur. Bu seriyanın yeni rəngləri də təqdim olunub. Cosmic Orange, Deep Blue, Lavender, Sage Green və Mist Blue. Bu arada seçim artıq sizin prioritetlərinizdən asılıdır. Əgər yüngüllük və dizayn axtarırsınızsa iPhone 17 Air, əgər balanslı istifadə axtarırsınızsa iPhone 17, güc axtarırsınızsa Pro, ən maksimal funksiyalar üçünsə Pro Max sizin üçün idealdır. Bu smartfonları irşadın istənilən mağazaları, veb-sayt və mobil təbliğ vasitəsilə sifariş edə bilərsiniz. Əgər hər hansı bir sualınız yaransa, bu videonun şərh bölməsinə qeyd edin və yaxud da ki ulduz 0171 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun dostlar.